Azərbaycan Milli Elmlər Akademiyasının Tarixin Üstü Elmi Şurasının genişləndirilmiş iclasında Azərbaycan Prezident Administrasiyasının rəhbəri, Milli Elmlər Akademiyasının həqqi üzvü akademik Ramiz Mehdiyevin Moskvada nəşr olmuş Dağlıq Qarabağ, məxəzlərdən oxunmuş tarix kitabının müzakirəsi və təqdimatı keçirilib. Kitab Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə həsr olunub. Dağlıq Qarabağ, məxəzlərdən oxunmuş tarix kitabı ilə akademik Ramiz Mehdiyev həm də dövlətin sözünü deyib. Biz təklif edəcəyik ki, kitab digər dillərə də tərcümə olunsun və bununla da dünya elmi ictimaiyyəti Azərbaycanın tarixi həqiqətləri ilə bir daha tanış olsunlar. Çünki kitabda ermənilərin Qafqaza köçüb gəlmiş xalq olduğu da sübuta yetirilir. Bu fikirləri müzakirələrdə çıxış edən Tarixin İnstitutunun direktoru Professor Yaqub Mahmudov deyib. Ramiz Mehdiyev eyni zamanda nəzəriyyəçi, filosof alimdir. Və bu Dağlıq Qarabağın əlaqədar məsələnin həllinə öz filosof nəzəriyyəçi mövqeyini bildirir. Yəni ermənilər sübut eləmək istəyirlər ki, güya burada iki sivilizasiya qarşı-qarşıya durub, yəni Dağlıq Qarabağ məsələsində. Nə qarşı-qarşıya durub? Azərbaycan ən qədimdə müxtəlif etnosların yaşadığı, dinlərin mövcud olduğu ölkədir və heç kəsin biz burnunu qanatmamışıq, hamısı da yaşayır. 300 nəfərdən ibarət sayı olan xalqlar da bizim ərazimizdə yaşayır. Burada sivilizasiyalar söhbəti yoxdur. Yəni ermənilər o ərazi müdaxiləsindən özlərini yayındırmaq üçün bunu deyirlər. Yaqub Mahmudovun sözlərinə görə kitabda Dağlıq Qarabağ münaqişəsinin yaranması səbəbləri, habelə bu bölgənin tarixən mövcud olan Azərbaycan dövlətinə məxsusluğunu əks etdirən müxtəlif tarixi mənbələr yer alıb.